Partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir. Bugün bir də o vaxt bu milli maraqları hər şeydən üstün tutan 91'ləri qeyd etmək istəyirəm. Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onları Azərbaycan xalqı unutmamalıdır. Hörmətli və əziz televiziya tamaşaçıları, əziz dostlarımız, bugünkü verilişimiz birbaşa bizim böyük işğaldan yenicə azad olunmuş, qəlbimizdə həmişə məhəbbəti sağlayan Qarabağ mövzusu ilə bağlıdır və elə bir mövzudur ki, o Qarabağın hər tərəfini qarış-qarış gəzən, onun uğrunda mübarizə aparan, müharibəyə yollanan və Dağlıq Qarabağın ümumiyyətlə hər tərəfini çox gözəl tanıyan, orada ilk gənclik illərini keçirdən və orada iş görən, yaşayan bir insanı biz studiyamıza dəvət etmişik. Sadir müəllim, Sadir Məmmədov əslən köklü, köməzli Qarabağlıdır və həm də öyle içəri girən kimi tərcümi halını mən artıq bilirdim. Ona ilk sualım bu oldu ki, Sadir müəllim, siz əvvəllər tarixçi olmuşsunuz. O gülümsəyib dedi ki, bəli, mən tarix dərsini də demişəm. Qarabağda ən möhtəşəm, ən təlatümlü, ən kədərli günlərimiz keçib orada. Elə ondan cəmi bircəsini demək olar ki, 1991-ci ildə xalqımızın çox qara bir xəbər kimi qarşıladığı o vertolyot qəzası, siz onunla bağlı çox şeyləri bilirsiniz və özünüz dediniz ki, bir sırf təsadüf ucundan o vertolyota minə bilmədiniz. Onunla bağlı ilə bir-iki kəlmə danışardınız. Çünki o hamı üçün o mövzu maraqlı. Bəli, çox aktualdır və tez-tez o mövzu görürsən tərpədirlər. Bəzi adamlar da məlumatı olmadan özü təsəvvür elədiyi kimi çaş-baş salır hamını. Mən buna görə də 2014-cü ildə 525 qəzetə bir müsahibə verdim, geniş. Və orada da təvəqqə elədim ki, xahiş elədim ki, bu mövzunu bilməyən insanlar çıxıb o həlak olanların qohum əqrəbəsinin qaysaqlanmış yarasını qorpatmasın. Müraciət elədim və geniş şərh verdim qəzetdə. O qəzetdə də şərh verilən yazılar hamısı Rüstəm Kəmalın, hörmətli bizim profesör Rüstəm Kəmalın tərtib etdiyi kitabda geniş yer tapıbdır. O hadisə bilirsiniz niyə mən deyirəm ki, təsadüfdən minməmişəm. Bilirsiniz ki, o vaxtlar ermənilər artıq qışqırmışdı özlərinin o böyük Ermənistan yaratmaq üçün. Eyni zamanda o vaxtları biz Moskva idarə edirdi, Sovet dönəmi idi və Sovet imperiyası dövründə ömrü boyu erməniləri bizə gətirib orada da ürcah eləyən o dırnaq arası o qondarma Dağlıq Qarabağı da yaradan onlar olmuşdular və ermənilər çalışırdılar ki, həmən Qarabağı bizdən qopardalar. Və həmən gün 20 noyabr 1991-ci ildə Qaradağlı cəmaatını ermənilər sıxışdırıb oradan çıxartmışdılar. Mən evləri belə yandırılmasını gördüm ki, Rasuluşu patronun atdılar, o tayalar yandı, tavlalar yandı. Məktəbi yandırdılar onlar. Ortada mərkəzdəki o məktəbi yandırdılar. 2 mərtəbəli bina. Biz çıxan zaman hələ o bina yanmamışdı. Mən dedim ki, Azər gəldir. Gördüm ermənicə gəlir, danışırlar ki, avtomatın var, patronun var, belə söz dedi. Mən görürəm. Kəndin ortası ilə yuxarı avtomatiklərin yanına qaçan zaman həmin o Quleyev İsmail yaralanmışdı. Mənə dedi, məni qoyub qaçma. Mən istədim ki, bunu götürüm, çiynimə aparam. Təxmini 4-5 metrliyindən erməni bayeviki mən gördüm. Avtomat, kamuflaj formasında, maskalar formasında
atdı bizi. Uşaqlar da gələndə axırdan axıra evləri yandırmışdılar. Onlar aqnimyotla 2 meyitlərini yandırdılar. Özləri öz öz meyitlərini meyitlərini yandırdılar. iz qoymamaqdan. Öz gözümlə, öz şahidiyəm, gözüm şahidiyəm. 2 nəfər öz meyitlərini aqnimyotla yandırdılar. Mən o vaxtları Xankəndi dedim. Rəhmətlik İsmət Qayıbov da 1991-ci il 14 noyabrda Şükür Rızayevi vilayət prokurorun girov götürmüşdülər. İsmət müəllim də gəlmişdi ki, onu biz girovluqdan azad eləyək. Və onunla biz 16-sı, 17-si gecəsi getdik Xankəndinə. Orada komendatura var idi. Fövqəladə vəziyyət idi də, bilirsiniz, komenda saatı idi. Və getdi erməniləri yığdıq ki, hansı yollasa... Üzr istəyirəm, siz onda polis orqanlarında işlərdiniz. Onda mən Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Daxili İşlər İdarəsinin rəisi idim, birinci müavini. Bəli, birinci rəis müavini. Rəis müavini, bəli. Bəli. Və elə o 18 idi, gecə hay düşdü ki, bəs Qaradağlı cəmaatı Martuni deyirdilər o vaxtlar. Ermənilər adlanmış bizim Xocavənd rayonu. Oradan bəs cəmaatı sıxışdırırlar, gəlib tökürlər Ağdama. Mən İsmət müəllimə dedim ki, bəs belə-belə. Dedi, onda biz gedək, da bu ermənilər yola gəlmir, bizi allatdılar. Gedək Ağdama, oradan gedərik sabah Bakıya. Bakıdan mən sizə o ermənilər dediyi o Salatın Əsgərovanı qətlə yetirəni və bir neçə nəfər, 4 nəfər Bərdədən bizimkiləri qətlə yetirmişlər. O erməniləri verək ki, Şükür Rızayev alaq. Çünki Şükür Rızayev dəyərli insanıdır. 19-unda gecə gəldik, biz uçmalıydıq elə bil Bakıya. Dedilər ki, bəs Bakıdan komissiya gəlir. Və 20-si noyabrda, səhər saat 11-də Bakıdan YAK 40 təyyarəsi ilə nümayəndə heyəti gəldi. Tofiq İsmailov mərhum dövlət katibi başda olmaqla. Orada Məhəmməd Əsədov var idi, rəhmətlik, mənim keçmiş Daxili İşlər Nazirim. Çünki o vaxtı bir həftə idi ki, prezident aparatında baş müşavir idi. Sonra Namaz Əliyev orada idi, Vəli Məmmədov orada idi. Zülfü Hacıyev o vaxtları Palyanışqanı əvəz eləyirdi. Təşkilat Komitəsinin sədri idi. Yəni bu tərkibdə hamısı var, məndə siyasi adları var, gəldilər və Xuraman Abbasova var idi, Sparkomun sədri, onun kabinetində, xidməti otağında iclas çağırdı. Eyni zamanda vilayət komendatı Jinkin, mənim Daxili İşlər İdarəsinin rəisi general Kavalyov, Dövlət Təhlükəsizlik Komitəsi üzrə İvanov və vilayət prokuroru Plavskidə Xankəndindən gəldilər, gecikdilər. Tofiq İsmailov çox emosional adamıdır. Əlim vurdu stola, dedi, niyə gecikmişsiniz? Sizsiz günahkar, cəmaat gəlib tökülüb bura, deportasiya ediblər. O da yalvarışdı, dedilər ki, yox, biz bunu qaytararıq, yerində olar, filan filan. Yox, biz bugün bu məsələni həll eləməliyik. Vaxt çəkdi, nəysə, saat 1-2-yə işləmiş və əlim vurdu stola, dedim, transport verin. Komendant Jinkin dedi ki, bəs mənim bir vertolyotum var, helikopterim. Bayağı oydu, onun hər bir şeyi var, birdən odur. Deyir, o gedək. Hamı durdu oradan, dəstəklə tökülüşdük zaten aeroporta. Ağdamda hava limanına. Helikopter oradaydı. Və hamı minir, Əsədov rəhmətlik, Məhəmməd Əsədov durub vertolyotun qabağında minənləri yolu. Mən də papqa ilə yürürəm ki, çatdıram, gəldim, elə mindim, dedi, düş aşağı, dedim, bilib baxdım da indi nazirim olur, dedi, adam çoxdur, sən qal gəlirik. Və beləcə oluşdu, hamı getdi, 22 nəfər də pilotlarla birlikdə. Və biz gözlədik, Xuraman Abbasova dedi ki, Mamedov, sən yaxşısan, gələndə çörək hazırlatmışam, qonaqlar çörək yesinlər, baxma səhərdən. Saat 4-dür, xəbər yoxdur. Xuraman xalım mənə baxır, mən ona baxıram, mənim də heç kimlə əlaqəm yox. Bir də gördüm ki, bir sürücü gəldi, Vidadi adında, o komendant Jinkinin mavini, sərhəd rayonlar üzrə Kuşnarik var idi, komendatın mavini polkovnik. Bunu gəzdirirdi, o taksilər ayırmışdılar Ağdam avtobazasından ona. Onun sürücüsü gəldi, Sazımlar, bunlar sizi, dedim, nədir? Dedi, bəs Kuşnarik mənə Rasiya ilə xəbər verib, deyib, Mamevd Odusaf, qoy bütün skor pomuşları yıxsın mərzili postuna. Hə, dedim, nə olub? Dedi, vallahi bilmirəm. Həmən nə qayrım, Rasiyanın, dedim, vuruflar deyəsən deyir, vuruflar, yaralılar var, nə var deyir. Belə mən tez
Şuraman Abbasov'a hiç fikir vermeden tez kaçtım piyada zada milisi Ağdam milisine. Oradan telefonu kaldırdım. Kerim adında Daxili İşlər İdarəsinin rəisi vardı. Daha da o Düzey'in növbətçi hissəsinin növbətçisi vardı Kerim. Spotka verdim ki, vertolyotu vurublar. Hələ xəbər yoxdur, mən gedirəm hadisə yerinə. O da dirənib ki, harada vurublar, nətər deyirəm, bilmirəm. Mənə məlumat belə gəlib, mən gedirəm hadisə yerinə. Və oradan mindim maşına, oradan göstəriş verdim ki, skor pomoşları yığılsın ora. Getdim, uca qaranlıqlayır. Noyabr ayıdır, uca qaranlıqlayır hava. Yoldan da o hava xətti ilə mən xəbər verdim Aksuyun Perevalındakı qayıqçısı dururdu, bir yaşlı kişi. Adı yadımdan çıxıb. Oradan tuturdu, hava liniyası ilə, bu rasiya ilə. Ona da xəbər verdim ki, buradan mən informasiya vermişəm, sən denən ki, Mamedov gedir hadisə yerinə, bəs vertolyotu vurublar. Oradan yayıldı da Respublikaya, ermənilər vurub, özür dedim o. Çünki nəyə görə? Kim vura bilər? Əlbəttə ki, ermənilər. Çünki açıq səmayədi Qara kəndin üzərindən uç. Mənim də minməkdə məqsədim buydu ki, deyən buraya ilə getməyək. O Palyanışqa bicidir. Deyirdi ki, gedirik biz, məsələn, Hadruta. Belə qoyurdu adım. Qalxırdıq havaya qalxanda deyirdi, sür belə Mardakirdə. Belə işləyirlər, razvedka edir. Nəysə, bunlar lavabo gediblər belə. Gecə çatdım, qaranlıqdı, məcbur elədim, Kuşnarıq gəldi. Orada post var, axı, buraxmırlar. Dağ yanırdı. 2 ton kerasinlə. Gecə ilə getdik, orada Kuşnarıq post qoydu, qaranlıqdı, heç ara görünmür. Dedi ki, jivoy heç kim yoxdur. Gecə saat 1-in yarısı qayıtdıq Təzdən Ağdama. Buradan Mütəllibov Palyanışqanı göndərdi. Palyanışqa yoxu da oradan 3 ayda çıxmışdı artıq. Zülfü Hacıyevidir də. O da oranı tanıyan adam kimi gəldi. Gecə yığışdıq, səhər tezdən getdik hadisə yerinə. O vaxtları. Getdik hadisə yerinə də baxdıq. 12 dənə meyit tanınırdı tam. Hələ o vaxtları bəziləri çıxdı dedi ki, ay güya ki, Qayıbov sağdı, Əsədov sağdı, Sevandasa və gördüm yalan söhbətləri. Çünki özüm öz əlimlə onları Hadisələrin söz canlı. Canlı, bəli. 3-ü papriznakam, 7-si də ekspertiz o cəsəd kimidir. Elə bir yanıb götürürdülər ekspertizini. Bilindi ki, hamısı buradadır. Sonra da getdik bunları Ağdama. Ağdamda bana 3 nəfər tapşırıq verildi. Tofiq Kərimov vardı, nazir əvəzi. Dedi ki, sən prezidentin göstərişi getməlisən, bunları aparmalısan Rusiyaya. Bana Gəncədən təyyarə ayırdılar. An-24 hərbi təyyarə. Jinkin komendant Minvodda düşürtdüm. Kaçerov Daxili İşlər Nazirliyinin nümayəndəsi idi. Moskvada pasatka elədim, düşürtdüm. Bu ucu artıq noyabrın 23-24 olardı. Və axırıncı pasatkanı elədik Nijni Novgorodda, o vaxt Gorki şəhəri idi. Kavalyov mənim rəisim. Sonra göstəriş gəldi ki, bəs sən qalmalısan. Dedilər 9 gün qalmalısan, onlar da 9 gün adətinə. Yəni ki, bu açıq səmada gedib, açıq səmada bizim Respublikanın ən seçmə ziyalıları, güclü insanları bax orada həlak oldu. Mən deyim ki, ondan sonra Azərbaycanda bütün vəziyyət qarışdı. Bir dakika örtme, biraz da bana kalsın. Hüseyinzadə Arif İsmailoğlu. Bu yok, siyahda yok. İşçimiziydi. Uzun müddət özünü televiziyaya söyləmişdi. Amma bugün aramızda yoxdur. Ondan qalan ancaq pasportdan bu hissələr. Biz haberi yok dedi ki bu adam olup burada olmuyor. Yok, bu siyahda yok. Belki belediye buranı Слово предоставляется заместителю начальника управления внутренних дел НКО, полковнику милиции Мамедову Садиру Сурхайловичу. Дорогие Нижний Новгород, нас постигла тяжелая утрата в Нагорном Карабахе. Случилась еще одна страшная трагедия. В результате катастрофы погиб мой генерал, мой аксакал, мой наставник Владимир Владимирович Ковалев, с которым 3,5 года я работал вместе. У нас кабинеты находились против друг друга. Сколько раз он меня ночевал, всегда мечтал, чтобы это два народа примирились и кровь не лилась. Однако
последним, это достигло до него, что Владимир Владимирович сегодня среди нас нет. Однако Азербайджан, его все население очень прекрасно знал Владимира Владимировича, о его деятельности, как он там воевал, как он там старался примирить двух народов. Последний день он мне сказал, что, дорогой Мамедов, мы отсюда уедем, наверное, в декабре. Почему? Потому что 4 года я здесь служу, однако не вижу никакого перспективы. Несмотря на это, последние дни он был очень радостным, что у него какие-то результаты. Сколько у него воспитанников в НКО. И армян, и азербайджанцев. Вот сейчас я их тоже привез, чтобы помнить его, проводить его на последний путь. Однако, товарищи, Владимир Владимирович всегда был самым любимым руководством МВД Республики и президента Республики. Поэтому и министр внутренних дел Республики, президент послал мне передать вам самую такую скорбную, глубокую соболезнование. И всегда Владимир Владимирович будет у нас в душе, и в Азербайджане его будет помнить. Sadır müəllim, çox sağ olun. Siz Yəni qısa dedim də. o günləri yaxşı ki dediniz, gözəl dediniz. Yəni ki, başqa cür söhbətlərə son qoyuldu sizin sözünüzdən. Çünki siz artıq orada, həm orada o vaxtki milis orqanlarında yüksək vəzifə tuturdunuz. Yəni necə deyirlər, işin içində olan, hadisələrin gedişində olan bir insan kimi bütün hadisələr sizin gözünüzün qabağında olub. Hamısının canlı şahidisiniz, çox sağ olun. Bu barədə danışdınız və bu məsələyə böyük bir aydınlıq gətirildi. Sadır müəllim, siz ondan sonra bizə məlumdur ki, ondan sonra da yenə də polis, milis orqanlarında fəaliyyətinizi davam elətdirdiniz. Gəldiniz, nəqliyyatda işləmisiniz, sonra narko biznesə, mübarizə idarəsində mavin olmusunuz. Bir sözlə saçınızı, saqqalınızı cinayətkarlarla mübarizədə və ən əsası asayişin keşiyində dayanmaqda ağartmışsınız və mənə məlum olduğu kimi ictimai asayişin qorunmasında da bir medala layiq görülmüsünüz. Bəli, o vaxtları. Mən bir məsələni deyim. Deməli, o vaxtları ki, o hadisədən sonra 27 noyabrda Azərbaycan Respublika Ali Soveti idi də o vaxtlar. Milli Sərvisindən ləğv olundu Dağlıq Qarabağ. Bir qrup ləğv olunandan sonra avtomatik olaraq mənim də idarəmdə hamı qaldı çöldə. Və mən qaldım ortalıqda. Nə iş verən oldu, nə çağıran oldu. Və Tahir Əliyevi gətirdilər, qoydular 24 dənə rayonun birləşdirdilər, qoydular rəis 24 rayon Qarabağ üzrə. Çox böyük qüvvədir. Mənə təklif elədilər ona mavin getməyə, Tofiq Kərim. Dedim, mən istəyənmərəm mavin də, mənim vərəmin öz xarakteri var. Və qaldım ortalıqda Sərəncamda. Sonra ki, bu xalq cəbhəsi gəldi, o vaxtları yaxşı ki, Ulu Öndər gəldi. Yaxşı ki, Ulu Öndər qayıtdı. Azərbaycan dağılırdı. Azərbaycan xanlığa gedirdi. Mən sizin andırım ki, özbaşınalığıdır, qrupbalarıdır. Ağdamın özündə 5 vuruşan dəstələr vardı. Rəhmətli Ferid Asiri, Allah verdiydi, Eldar Bağırovudur, o tərəfdə General Ərşadıdır, sonra Şirin Mirzəyev falan. Bunların da Qatır Məmmədidir, oğlu da milli qəhrəman oldu. Hamısı cəsur insanlardır. Onları birləşdirmək mümkün deyildi. Yoxudur lider. Ölkəni idarə edən, qabaqda gedən bir lider yoxudur ki, birləşdirək ki, bir qüvvə kimi bu ermənilərin məsələsinə baxıla. Yoxudur. Yaxşı ki, Ulu Öndər gəldi. Mən qaldım ortalıqda, mən İskəndər gəldi nazir olanda çağırdılar, Ağdərəyə təzdən qoydular. Ayağım yüngülüdür. O vaxtları Ağdərə alındı. Var o, lütufda zadda olmalıdır. Orada yazılar var hamısı. Ağdərə alındı, getdim Ağdərədə oturdum. Sonra mənim çox mübahisəm düşdü bu qarətlə bərabər. Məni çıxartdı İskəndər 24 gündən sonra. Çünki hamı qarətə gəlir, qabağını kəsirdim, atışmaz var. Ta qaldım belə, getdim köhnə vətən deydim, ikinci vətən Özbəkistana gəzməyə. O vaxt Qıdilən məni dapros eləmişdi, Qıdilən Özbəkistan məsələsi. Orada Tacixanov vardı, Utqurəkək Akademiyanın rəisidir, tanıdıqlarım onlar idi. Və getdim onun yanına, görüşdük, elədik. Dedi ki, dedi, biz səni deyir, orada izləyirdik. Qarabağda. Bana qayıtdı. Danışdım da belə-belə. Dedi, niyə gedirsən? Gəl də, gəl səni. Belə burada müəllim işdə müdafiə ilə, təcrübəm var. Daha Rasiya ilə qədrini bilməyiblər. Və mən də getdim, o da mənim baş müəllim. Sonra
O çok bir yaxşı məqam oldu. İndi yəqin uzun olacaq bizim bu danışığımız. Bir gün mən uşaqlara aparmışam formada, Kvalkonu formasında. Tələbələrə apardım təcrübəyə, qaydanda Sumdan çıxırdım, mərkəzi verməkdən. Bir də gördüm qarşımda belə bir mikrofon, Peredaça impuls. Ki, bəs Özbəkistan haqqında nə fikirləşirsiniz Daşkənddə? Mən də dedim ki, kalkmıyor fikirləşim. Özbəkistan zəhmətkeş xalqda axşam Quvacayev prezident İslam Əkiyə danışdı. Belə elə Özbəkcə danışdım, 2 dəqiqə keçdim, getdim evə. 6-da bu Peredaça getdi televizorda. Mən də narahat oldum ki, mən nahaq bu müsahibəni vermişəm. Yəqin səhv elədim, gərək verməyeydim. Saat 6-da verdilər, gördüm normal danışmışam. 5 dəqiqə çəkməmiş Murat Tacixanov general zəng elədi ki, qideti dedim da doma. Dedi ki, paltarını giy, davay düş, nazir bizi gözlür, daxil işlər. Dedim, bax o, buradan da yəqin deportasiya olacam. Getdi, nəsə nazir Almatov, o vaxtlar onu da incitmişdi qıdıləyəm. Durdu, gəldi, görüşdüm, o qayıtdı Tacixanov, niyə sən belə bəs bir kadr olub, deməmsən ki, burada gəlib müəllim. O da dedi, belə-belə, dedi, prezident İslam Əkiyə maraqlanır, Sadir müəllimlə. Ki, o Ştoza polkovnik. Elə həmən günü mənim əmrimi verdilər. MVD Özbəkistan Daxili İşlər Nazirliyinin baş cinayət axtarışları rəis mavini. Çox yüksək vəzifə. Korrupsiya və narkotiklə mübarizə. 93-cü ildir, Ümumilli lider gəldi. Gələndən sonra rəhmətli Zahid müəllim Dünya Maliyev vardı, birinci mavin. Dedi ki, aşağıda, bəs axı sən getmişsən müharibənin bu vaxtı, Ulu Öndər gəlibdir, sən qayıtmalısan. Sonra dedim, valla, nə bilim, qaydanda müharibədə. Dedi, yox, gəlməlisən qayıtmaq. Oradan təzdən mən getdim onlara. Görəcək, general alırdım. 3-4 ayda qalsam, general aldı rütbəm. Getdim. Nəsə orada nazirə məruz elədim belə. Elə dedi, hə, Rasul Öndər gəlib, Heydər Əliyev dünya miqyaslı bir şəxsiyyət. Bəli, şəxsiyyətdir, dövlət başçısıdır. Dedim, hə də mənə deyərlər müharibə vaxtı niyə qaçıb getmişsən? O mənim o işsiz qalmışsan, mənə getmişsən. Hə, işsiz qaldım, getdim gəzməyə onu da. Gəzəndə o da dedi, niyə gedirsən? Belə təzdən qayıtdım oldum. Narkobiznesdə mavi. Mənə demişlər, idarə rəisi qayıtsan, çünki mən general rəisəsindən gəlmişdim. 94-cü ildə idarə rəisi mavini, sonra Ramil Subov gəldi, oldu nazir. Böyle birinci əmri ilə məni çıxartdı nəysə. Heç bir əsas olmadan çıxartdı. Getdim nəqliyyatda baş vurdu. Siz dediniz bunu, ona görə mən açıram. Çünki 44 günlük müharibədə bu heç vaxt dünyada analogu olmayan bir qələbə oldu. Bilirsiniz, ailə də başsız olanda, millət də başsız olanda, kollektiv də başsız olanda orada hərci-mərcilik olur. Yerində o qəşəng bir söz işlədir, deyir, 2003-də mən gəldim, prezident oldum. Mənim dövrümdə anadan olan uşaqlar Qarabağı azad elədi. Bu çox güclü sözdür. Bu bizim üçün hər şeydir. Ona görə də mən çox toxtadım və fəxr eləyirəm ölkəmlə, xalqımızla. Mən elə gəlir ki, bu qalan ermənilər də ya getməlidir, ya da ki, qəbul edib bizim qanunlarla Azərbaycanda yaşamalıdır. Başqa yolu yoxdur. Əsas odur ki, ərazi bütövlüyümüz var. Azərbaycan, axı dünya bildi ki, erməni. Ona görə də mən bir kitab yazdım, bax o sizin qarşınızdakı kitab. Bax, onun mif və həqiqət. Qarabağ, mif və həqiqət. Orada mən o başladım bunu 15-ci əsrdən üzübəri ermənilər haradan gəlib, necə gəlib və gətirdim, çıxartdım müasir dövrə. Yəni, ermənilər neçə əsrdir çalışırlar, yalancı soyqırım yaradıblar, yalancı bizim əraziləri zaman-zaman işğal eləyiblər. Və beləcə bu mövzuda, indi də Bakı Sılavər Universitetində dərsimi pedaqoji fəaliyyətindən boş bildim ki, o dərs vəsaitini yazam, gördüklərimi gənclərə göstərək. Ona görə də bugün gəldim, sağ olun, məni dəvət elədiniz. Borcumuzdur, çünki siz deməli o keçən əsrin demək olar da, əsrin bütün hadisələrini öz gözləri özlə görülmüş, bütün hadisələrin içində olmuş bir insanlardan birisiniz. Həm də deməli, həm polis, həm milis zabiti kimi, necə deyərlər, canlı əfsanəsiniz. Çox şey görmüsünüz. Yaxşı ki, bunların hamısını yazmışsınız. Gələcək nəsillər üçün qalır. Qalır, bunlar hamısı tarixdir. Çox maraqlıdır. İndi gələcək nəsillər üçün də bu bir örnəkdir. Ən çox sözünüzə istinad edirəm. Çox sağ olun bizim Ali Başkomandanım, hamımızın sevimlisi, xalqımızın görkəmli oğlu Cənab İlham Əliyevin gənclərə dediyi söz bir daha mənim yadıma düşür.
Bu kitablardan gördüyünüz bu hadisələrlə bağlı bu kitablardan da bizim gənc nəsillər yəqin ki bir şey götürəcək, hadisələrlə tanış olacaq və biləcək ki, xalqımız, doğma Qarabağımız nə boyda zərbələr altında qalıb, başına nələr gəlib. Bu sahədən siz hamısından keçə-keçə gəlib çıxmısınız. Nə etməliyik ki, vətən torpağı bir daha yad əllərə düşməsin, yəni vətən torpağını biz qoruyaq, əbədi qoruyaq, əbədi saxlayaq. Onun üçün sizin bir hərbiçi, döyüşçü tövsiyəniz gənclərimiz üçün örnək olar. Bəli. Mən əsas onu demək istəyirəm ki, əlbəttə bu qələbədə bizim şəhidlərimiz o torpaqları müqəddəsləşdirdi. Müqəddəs torpaqda onlar o müqəddəsləşdirdi o torpaqların hər qarışını. Şəhid ailələri, şəhid anaları, şəhid valideynləri, biz onlara həmişə baş əyməliyik. Çünki onların xidməti vətən uğrunda, torpaq uğrunda gedən və biz gənclərimizə keçmiş tariximizi oxumaq savadlı, dövlətə sədaqətli. Gördünüz, qısa bir müddətdə prezidentimizin ətrafında hamı birləşdi. Bütün siyasi partiyalar, ot püskürən partiyalar da birləşdi. Deməli, xalq yerindədir, vətən yerindədir, lider yerindədir. Bəli, ona görə də gənclərimizdən, bax görürsünüz, bu müharibədə gənclərimiz özünü can atdı ora. Bizim yaşımız gedib də biz qıraqdan nəysə kömək eləyə bilərik. Allah gənclərimizə uğur versin. Prezidentimizin də dünənlər onlarla görüşü Gülüstan sarayında. Gördünüz ki, nə cür qiymətlər verildi və bizim gənclərimiz sağlam gənclikdir. Onlar öyrənməlidir, vətəni sevməlidir, valideyni sevməlidir, ailəni sevməlidir, torpağı sevməlidir. Və əsas məsələdə prezidentimizin ətrafında hamı bir nəfər kimi birləşməlidir. Sadir müəllim, çox gözəl deyirsiniz. Siz həm də bu dəqiqə Gənclər Ocağında, Slavyan Universitetində kafedra müdürüsünüz, orada işləyirsiniz. Yəni bütün gününüz gənclərin içində keçir. Yaxşı olar ki, bütün bu barədə tez-tez gəncləri arasında təbliğat aparasınız. Vətən məhəbbəti, xalq məhəbbəti, prezident məhəbbəti, bu hissləri onlara aşılayasınız. Bax, dünən bizim də rektorumuz universitetin gənclərini təltif elədi. Ondan qabaq, bir gün qabaq yeni bir geniş bir yığıncaq oldu. Bizim rektorumuz Anar müəllim Nağıyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, yeni gəlibdi, amma qısa müddətdə gənclər arasında bax, o təbliğatlar bizdə bir sistem şəklində gedir. Bax, bu gənclərin günü münasibəti ilə artıq 3-4 dənə bizdə tədbir keçirildi və bizim hamımız orada çıxışlar elədik. Bizim çox güclü gələcək gənclərimiz var, savadlı, vətənə bağlı, vətənpərvər gənclərimiz var. Bu bizim konstitusiya borcumuzdur. Sadir müəllim, sizin sözünüzə istinad eləyərək bu sözlərinizə görə sizə çox sağ ol deyirəm və əlavə edirəm ki, bizim güclü, vətənin sevən, xalqını sevən, dövlətini sevən gənclərimiz var. Və deməli, bizim gələcəyimiz daha parlaq, daha etibarlı, daha ümidlidir. Ona görə də sizin sözünüzlə gənclərimizə böyük uğurlar arzulayır və bir daha onları əmin eləmək istəyirik ki, gənclərin də arxasında veteranlar, sizi kimi veteranlar, necə deyərlər, biraz obrazlı, bədii şəkildə desək, köhnə kişilər durublar və gənclərimizin hər uğurunu, hər addımını izləyirlər və onları biz də həmişə qorumalıyıq. Çox sağ olun. Sadir müəllim, çox sağ olun gəldiyinizə görə. Hələ mən sizin bilirəm, sinəyiz dolu idi. Sizin xalqa, gənclərə deməyə çoxlu sözləriniz var idi. Auditoriyada deyil. Bəli, biz arzu eləyərdik ki, tez-tez bizim studiyamıza gələsiniz. Yəni, bu televiziya bilirsiniz də qanadlı mətbuatdır. Daha çox yayılır və bizim bu kanal dünyanın hər yerində baxılır. Sizin sözləriniz daha vacibdir, daha tövsiyələriniz daha önəmlidir. Əziz və hörmətli izləyicilərimiz, icazə verin sizin adınızdan qonağımıza təşəkkür elan edək və arzu eləyək ki, tez-tez bizim studiyamızda olsun, öz sözünü xalqa, sizə çatdırsın. Vətəndaşlıq borcumdur. Çox sağ olun, əziz dostlar, bununla verilişimiz başa çatır. Yeni görüşlərə dək. Partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə,
öz qəlbi ilə gəlməlidir. Və bugün bir də o vaxt bu milli maraqları hər şeydən üstün tutan 91-ləri qeyd etmək istəyirəm. Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onları Azərbaycan xalqı unutmamalıdır.